İti-bıçağın ötən buraxılışlarından birində Amerikalı mütəxəssislərin okean suyundan yanacaq istehsal etməyə qərarına gəldikləri haqda sizə danışmışdıq. Qafqaz Universitetinin Mühəndislik Fakültəsinin tələbələri isə mineral sudan əldə etdikləri qazdan yanacaq istehsal etməyə müvəffəq olublar. Qafqaz Universitetinin tələbə və müəllim heyətindən ibarət qrup uğurlu elmi nailiyyət əldə edib. Yerli mütəxəssislərin layihəsi əsasında Türkiyənin İzmir şəhərində və universitetin laboratoriyasında yığılan cihaz dəniz suyundan hidrogen hasil etmə imkanına malikdir. Əldə olunan qaz məişətdə və istehsalatın müxtəlif sahələrində tətbiq oluna bilir. 7 ildir ki, davam edən tədqiqat işlərində universitetin tələbələri də iştirak edir. Biz yeni fikir yarışmasında bu sistemimizlə birinci yer tutduq. Sonra bu sistemin üzərində daha da təkmilləşdirmə apardı və hazırda sistemimiz belə deyək, artıq 3 dəfədən çox təkmilləşmədən keçib, yeniliklər var üzərində. İlk başda çox kiçik bir sistemlə başlamışdıq. Artıq gördüyünüz kimi müəyyən qədər avtomatlaşdırma da olub bizim sistemdə. Bu hazırda ilk sistemdir ki, belə bir bu faizdən belə bir yanacaq ala bilir. Yanacaq əldə etmək məqsədi ilə icad olunan qurğu dünyada olan bənzər cihazlarla müqayisədə daha təkmil sayılır və məhsuldarlıq dərəcəsinin yüksək, yəni 85% olması ilə fərqlənir. Xam mal kimi dəniz, okean və mineral sulardan istifadə oluna bilər. Bu isə qurğunun daha faydalı olmasını təmin edir. Çünki dünyada mineral su ehtiyatı yerin 3/2 hissəsini təşkil edir. Qarşıdakı məqsəd bu sərfiyyatı 2,5 kilovata çatdırmaqdır. Deməli, biz 2,5 kilovata 1 metrə kub bu yanacağı ala bilsək, aldığımız, verdiyimizdən 2 dəfə çox olacaq. Artıq bu iqtisadi səmərəli bir nəticə olacaq və təbii ki, bu nəticə ilə də iqtisadi səmərəli qurğunun ilkin modul qurğu kimi biz nümayiş etmək fikrindəyik. Fiziki kimyəvi proseslərin nəticəsində əldə olunan hidrogen yanacağı istifadə oluna və yığıla bilir. Ən müxtəlif məişət işlərinə tətbiq olunan qaz asanlıqla hidrogen qaynağında, şüşə məmulatlarının əldə edilməsində, metal emalında və məişətdə geniş istifadə oluna bilir. Layihə üzərində təkmilləşdirmə işləri və sınaqlar davam edir. Daha sonra isə cihazın patentləşdirilməsi üçün işlərə başlanılacaq.